Tamaşaçılar, akşamınız xeyir olsun. Xoş gördük sizi. Qiyas dayının illər sonra Səni Axtarıramdakı axtarışı var. Qardaşı Kamal'la bağlı alacağı xəbər ki var. Onu birlikdə bizimlə bərabər izləyəcək. O talinin müzakirəsində bizimlə birlikdə olacaq dəyərli qonaqlarımız var. Onların təqdimatı ilə verişimizə başlamaq istəyirəm. Xalid Bəşər, Müstəqil Hüquqşünaslar Liqasının sədri, hüquq elmləri doktoru. Vəkilimiz Şəfiqə Nağıyeva. Qasım Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdürü, tarix elmləri doktoru, professor. Telman İbadov, hüquq elmləri üzrə fəlsəfə doktoru. Xoş gəlmişsiniz. Yoxsa kiçik qardaş məndən əlavə getsə, mütləq mən yola salmalıyam. Laqeydlik var, Xoşqədəm xanım. Bu müddət göstərir ki, kifayət qədər biganəlik və laqeydlik var. Ailə üzvlərinin qardaşının axtarılmasına. Və 61 ildən sonra qardaşını axtarıb tapmaq və mən açığı düşünürəm ki, hansı proses sizi indi buna vadar edir? Məsələn, ondan ibarətdir ki, lap 61 il yox, 71 ildə bu kişi ürəyində həmişə qardaş. Gəlib səmtdə yaşayır. Bunun ola bilər imkanı olmasın. Qiyas qardaş ana olur. Qiyas qardaş ata olur. Qiyas qardaş valideyn olur. Böyüdüb. Əgər Qiyas qardaş bugün bura gəlibsə, mən üzr istəyirəm. Mən sənlə niyə kontur gedirəm? Bizim nə düşüncəliyimiz var? Əgər Qiyas qardaş bugün bu yaşında axtarır, o istəyir vicdanının qarşısında hesabat versin ki, mən həqiqətən qardaşımı axtardım. Bəs qardaş necə? İndi siz gəlmişsiniz, bu kişi qardaşını axtarır, bunu qınıyırsınız. Amma axtarıb tapmayan, evində oturan insanı qınamır. Mən qınaq sözü birincisi xahiş edirəm, mən fikirlərim. Niyə indi gəlirsən, deyirsiniz, neçə ildə başlayır? Sən axtarama müraciət edirsən. Müraciət etmişsiniz. Bəli. Əvvəl Sovetlər İttifaqı var. 1970-ci ildə axtarışla tapışıq yerini. Mən bir şey demək istəyirəm. Oradan fikir verir. Qiyas kişi axtarmaya da bilər. Elə açıq desək. Niyə? Ona görə ki, əgər buradan gedən bir qadın, bir qız olsaydı, ya uşaq olsaydı, bunun borcuydu onu axtarmaq. O da əskəriyə getmiş bir qardaşdır. Əskəri xidmətdən sonra da qalıb oranı daha yaxşı, rahat bilib. Orada qalıb yaşayıb bu əlaqə saxlamalıydı. Torpağına, elinə, obasına, qardaşına o baş çəkməlidir, heç olmasa məktub göndərməlidir. Mən elə gəlir ki, elə burada orada qalır, əlbəttə günah onda qalır. Yox, mən müəllimin sözü ilə razılaşıram. Elə bilirsiniz niyə? O onun öz fikridir, mən də öz fikrim. Razılaşırsınız yoxsa razılaşıram, bilirsiniz niyə? Ona görə ki, nəyə görə bizim deməli uşaqlar, oğlanlarımız, gənclərimiz əskərliyə gedir, kişilərimiz işləməyə gedir, gedib qalırlar orada bir rusla. Oxuyur, işlədiyin orada, ya əskərliyə getdin, gəl də öz torpağına, öz vətənində. Tanya, Katyusha, Katya, bunlar istəyirsin. Bütövlükdə niyə ittiham edirsə? Katyaları bəziyirlər, qoyurlar orada. Amma ki, deyəsən bizim yenə söhbətimiz tutmur. Katyaları bəziyirlər, orada qoyurlar, arvad eləyirlər. Amma mənim millətimin qızları qalır elə belə. Burada gözləyir ki, əlil olanda gələcəkdir, ona qulluq eləyəcəkdir. Qədəm xanım, birincisi, dünyada ən asan şey irad tutmaq və ittiham etməkdir. Əvvəla biz baş vermə səbəblərini bilmədən bir tərəfli qaydada fikir yürütməyimiz nə qədər düzgün və həqiqət əks edir. Buna gəlin özümüzə də tənqid Bir tərəfli deyəndə mən xatırlayıram, siz keçən həftələrdə dediniz ki, bir kişi 4 dəfə evlənə bilər. Xatırlayırsınız da bunu. Ona görə sizin bugün mənim fikrimə etiraz etməniz normaldır. Mən bir dəqiqə, bir araç verim. Məni bir şey maraqlandırır. Xalid deyir ki, qadınlar çoxdur, kişilər azdır. Deməli, kişilər neçə qadın istəsə ala bilər də, 4-ə qədər ala bilər. Xalid, mən neçəsini almışsınız? Siz də qadınlara gəlin, o ailəli olmayan qadınlara kömək eləyin də, ailə eləyin. Neçəsini almışsınız və sizin yoldaşınız razı ola bilərmi? Siz onun üstünə bir dənə də arvad alasınız. Əvvəla, deməli, 4 dəfə evlənmək kimi məsələdə qadından icazə alınmır. Onda alma da, ged evlən. İcazə verir.
Mən bütün həyatımı burada danışmağa gəlməmişəm. Yox, siz axı cəmaata, tamaşaçılara məsləhət verirsiniz. Bizi bura nəyə görə çağırıblar? Maarifləndirməyə. Siz də maarifləndirirsiniz ki, qadından icazə almaq lazımdır, kişilər 4 dənə arvad almaq olar. Mən də deyirəm ki, əgər biz özümüzə rəva bildiyimiz şey cəmaata deməliyik. Sözsüz ki, burada o məsələdə xüsusi yanaşma yəni tələb olunur. Hər kəsin özünə uyğun yaşam tərzi var. Sadəcə olaraq mən düşüncə tərzim belədir ki, Xaliq müəllim dediyində həqiqət var. Mən çox təəssüf eləyirəm ki, bizim hüquqşünaslarımız, hər ikisi hüquqşünasdır, hər ikisi kişidir. Mən istirlər təkləsinə təkləyə bilməyəcəyim. Şəfqə xanım, mən onu demək istəyirəm ki, siz də dediniz ki, əziz oğlum, dediniz ki, Xaliq müəllimin sözündə həqiqət var. Həqiqət nədir? Biz hüquqşünasıq. Biz deməliyik ki, bir kişi bir qadınla evlənə bilər. Bir qadın da bir kişiyə ərə gedə bilər. O ailədə uşaqlar olur. O ailədə o boşanmalar deyirsiniz. Əgər kişi xəyanət edirsə, qadın xəyanət qəbul olunmur. Həyatda hər şeyi bağışlamaq olan xəyanətdən başlar. Əgər o xəyanət edirsə, qadın ondan ayrılacaq. Qadın ondan ayrılacaqsa, gözü yolda, qapılarda, gözü yaşlı uşaqlar qalacaq. Biz imkan verməməliyik. Aydındır, siz deyən mövqeyi, yəni mən də o məsələyə ilə münasibət bildirmək istəyirəm. Xəyanət qəbul olunmur. İstər kişi, istər qadın tərəfindən. Gəlin, mən bu müzakirəni dayandırım burada. Niyə? Çünki ekran qarşısında əyləşən kişilərin çoxu elə biləcək ki, bu qadın. Bir də baxacağım ki, necə? Sən də evlənmək istəyirsən? Mən elə bildim ki, sən artıq ailə qurmaq istəyirsən. Hələ evlənməmsən, sən elə xalanı axtar. Evlənmək zət lazımdır. Eşitdin? Yarım il. Əvvəla mən xanıma təşəkkür edirəm, çünki uzaq bir səfər edib gəlib burada sizin verilişdə valideyninə olan münasibətini göstərir. Vətənpərvərlik və duyğusallığını mən də yüksək qiymətləndirəm. Digər bir məsələdə istəyirəm mənəvi aspektdən yanaşaq. Bizim qüsurlarımızda bəzən öz övladlarımıza, valideynlərimizə sahib çıxmamaq var. Onun kökündə bu dayanır, laqeydlik. Təbii ki, bütün məsələlərin kökündə vətənpərvərlik hissi dayanmalıdır. İstər yəni xarici dövlətlər, ailə həyatı quran insanlarda da bu mənəviyyat itməməlidir. Yəni hər bir məsələnin kökündə ailə məsələsində də vətənpərvərlik hissi itməməlidir. Sadəcə bu günlərin o statistikaya nəzər salsaq, xristianlar arasında daha çox müsəlmanlığı qəbul edən şəxslər də var. Yəni bu normal bir şey. Bəli, normal bir şeydir və sizin dediyiniz fikirlə də razıyam ki, o düşdüyü mühitdə bunu kimsə, yəni o qocalanda hamı dəstək axtarır. Yəni bunun ailəsi buna dəstək olmalıdır və rəhmətə gedən yəni anında da bunu ailəsi yəni dəfn-kəfn eləməlidir. Sadəcə olaraq yəni o bütün məsələlərin kökündə vətənpərvərlik hissi birinci olmalıdır. Yəni, insan yaşadığı müddət ərzində, xaricdə ailəsi olsa da belə, xanım da qeyd elədi, kökünü unutmamalıdır və əlaqəsini kəsməməlidir. Yəni, harada yaşayırsansa yaşa, hansı dinin daşıyıcısısan ol, amma vətənini sev, vətənpərvər ol, millətini sev, bu qədər. Elə atasına deyərdi, heç vaxtı bunlar dənizçi olmasınlar da, həmişə elə deyərdi. Mən elə gəl ki, o sağdır. Hissiyatım mənə deyir ki, xanımı dərindən, ailəsinin, övladlarını dərindən tanıyan adamdır. Özüdür, özü deyil, bu çox çətin bir sualdır. Amma hissiyatım mənə deyir ki, yəriniz sağdır. İndi bilmirəm, sizin həyatınızla bağlı ona bayaq Xoşqədəm xanım sizə bir sual verdi. Ola bilər ki, dezinformasiya xarakterli, xoşa gəlməz məlumatlar da gedib. Hissiyatım mənə belədir.